Değerli şagirdler, abituriyentler, izleyiciler. Bu dersimizde İsmail Şıklı'nın Deli Çöl romanı ile tanış olacağız. Deli Çöl romanı 20-ci əsr Sovet ədəbiyyatının, ümumiyyətlə 20-ci əsr ədəbiyyatının ən böyük romanıdır, ən gözəl romanıdır. Şah əsəridir, şah romanıdır. Roman Sovet dövründə yazılsa da, burada Sovet ideologiyasının təbliğatına heç rast gəlmirik. Əksinə, İsmail Şıklı Sovet ideologiyasını Əhməd obrazının timsalında biraz da tənqid edir. Çünki məlum olur ki, İsmail Şıklı Sovetlərin qurulmasının çıxış yolu olmadığını düşünür. Əhmədin dilindən söylüyor. Əhməd Kipianidən fərqli olaraq maarifçiliyin, oxuyub savadlanmanın, xalqın səviyyəsinin qaldırılmasının onun qurtuluş yolu olduğunu düşünür. Digər yolların çox təhlükəli ola biləcəyini, xeyir gətirməyəcəyini, ziyanlı ola biləcəyini Əhmədin dilindən söylüyor. Və buradan da belə qənaətə gəlmək olur ki, İsmail Şıklı Sovet hökumətinin qurulmasından narazıymış. Sovet hökumətinin heç də qurtuluş olmadığını görürmüş. Və bu baxımdan, yəni biz düzdür, İsmail Şıklı bu əsəri 57-ci ildə başlayıb, artıq repressiya dövrü bitmişdi. Mirzəfər Bağırov da güllələnmişdi, Stalin dünyasını dəyişmişdi. Deyək ki, rejimdə biraz yumuşalma əmələ gəlmişdi. Amma bununla belə yenə Sovet ideologiyasını təbliğ eləməmək, sinifi nöqteyi nəzərdən yanaşmamaq, siniflərin toqquşmasını verməmək baxımından bu əsər çox qiymətlidir. Yəni əsər həyatı realist şəkildə əks elətdirib. Bunu yəni altından belə xətt çəkərək deyim, Sovet dövründə yazılsa da, Sovet ideologiyasını təbliğ eləməyən bir əsərdir. İsmail Şıklı sırf bir yazıcı kimi ədəbiyyat nəyə əks elətdirməlisə, nəyə göstərməlisə, o cür həyatı göstərir. Bildiyimiz kimi İsmail Şıklı öz babasından yazıb bu əsərdə. Cahan onun babası olub. Və deyək ki, babasına qarşı həm sevgi, həm tənqid, hər şey var. Deyim ki, bu əsər həm də bir Şekspiranə şəklində yazılır. Şekspiranə, yəni Şekspir kimi obrazları itham eləmir. Hər bir obrazın müsbət və mənfi tərəflərini göstərir, hər şeyi oxucunun ixtiyarına buraxır. Yəni həyatı bizim gözümüzə qarşısında canlandırır. Kimisə itham eləmək yazısı ona getmir. Əsərin dili çox axıcıdır. Dili, yəni bədii baxımdan çox gözəldir. Sonra həqiqəti əks etdirmək baxımından əsər qiymətlidir, dəyərlidir. Obrazların daxili dünyasını Cahandar ağanın gözü ilə açılması, bu çox qiymətlidir. Deyir ki, ot kökü üstündə bitər. Yəni biz bir ağa nəslindən olan bir kişinin, yəni İsmail Şıklının gözü ilə görürük həyatı. Yəni İsmail Şıklı aşağı təbəqədən çıxmayıb, görməmiş, bir təbəqədən çıxmayıb, görüb götürmüş bir nəslin oğlu olduğu üçün hadisələrə də bağışlayın, həm də belə görüb götürmüş bir adamın gözü ilə baxır. Yəni burada hər hansısa bir kompleksin nişanəsini görmür. Adətən belə deyək ki, aşağı təbəqədən olan bir insanın yuxarı təbəqəni başa düşməsi biraz çətin olur. Və yaxud bunun tərsi də ola bilir. Amma İsmail Şıklı gerçəkdən bir ziyalı kimi. Belə demək olar ki, İsmail Şıklı oradakı əşrəf obrazı. Yəni əşrəf kimi baxır həyata. Yəni savadlı bir insan kimi baxır. Aşağıya da, yuxarıya da, hər təbəqəyə, hər şəxsə bir ziyalı gözü ilə baxır. İsmail Şıklı da bu əsəri bir ziyalı kimi yazmış. Yəni burada heç bir kompleksin, yarımçıqlığın əlamətini görmür. Əsər Azərbaycan ədəbiyyatında 3 əsər saymalı olsam mən, 3 əsərdən biri kimi sayardım. Yəni desələrdi ki, bir oxucu Azərbaycan ədəbiyyatında nə oxuyum, deyərdim ki, Dədə Qorqudu oxu, Füzulini oxu, İsmail Şıklının Dəli Çöl romanını oxu, ondan sonra nə oxuyursansa oxu. Yəni mənim nəzərimdə 3 əsərdən, 3 güclü əsərdən, düzdür, Füzulinin əsərləri bir başqa mövqedir, bir başqa dəyərdir. Amma məsələn, Dədə Qorqudla İsmail Şıklının Dəli Çölünü birləşdirən bir şey var. Xalqın mentalını, dünya görüşünü, həyatını, həyat şəraitini, ictimai-siyasi vəziyyətini əks elətdirmək baxımından ikisi bir-biri ilə müqayisə olunacaq bir əsər. Həm də İsmail Şıklı bu əsəri 10 ilə yazdığı üçün
çox bişirilmiş, yəni yoğurmuş, deyək ki, hazır bir, nə qədər tənqid eləməyə çalışsam da ciddən tənqid eləməsi bir yanı olmayan bir əsər ortaya qoymuşdur. İsmail Şıxlının Dəli Kür romanına bərabər əsər mən 21-ci əsrdə Bircənin Cəhənnəmdən keçmiş mələk romanını deyərdim. Onun da dili İsmail Şıxlının dili kimi çox şirindir, axıcıdır. Yazıcı yazdığı əsəri başdan eləməyib, yaratdığı obrazları həyati şəkildə, yəni gerçək yaradır. Düzdür, Cəhənnəmdən keçmiş mələk avtobioqrafik əsərdir. Əslində elə bu əsərdə dolayısıyla avtobioqrafikdir. Yəni Cahandar ağa elə bil eşitdiklərini, yaşanmışları əsərə gətirib. Özü də belə deyək, yaşanmışların içində olub onun bir vaxtı deyək ki, atası, nənəsi, qohumları onlardan elə bir eşitdiyini kağıza köçürüb, özü də bir müdrikcəsinə, bir yazısı gözü ilə, bişmiş bir kişinin gözü ilə, realının gözü ilə hadisələrə baxaraq qələmə almışdır. O cümlədən Cəhənnəmdən keçmiş mələk romanı da elədir. Şəxsin özünün həyatıdır və olduğu kimi Azərbaycan cəmiyyəti, Azərbaycan həyatı olduğu kimi o burada öz əksini tapıb. Əvvəlcə gəlin obrazlarla tanış olaq əsas obrazlarla. Cahandar ağa Göytəpə kəndində mülkədar, burada da ağa sözünü çaşıb böyük hərflə yazmışam. Onu da deyim ki, Cahandar ağa Göytəpə kəndində ən zəngin adamdır. Sonralar biz onu Əşrəfin dilindən görürük. Atasına deyir ki, ata səndən var adam varmı burada? Zərnicar onun arvadıdır. Birinci arvadı deyim, sonra çox qısa müddətdə Allah yarın arvadını qaçırıb gətirir. Ona ikinci arvad olur. Elə Cahandar ağanın faciəsindən böyük təkan verən amillərdən biri məhz mələyi qaçırıb gətirmək olur. Düzdür. Cahandar ağa kimi bir adam artıq Azərbaycanda ruslar mövqelərini çox möhkəmləndirirlər və möhkəmləndirdikcə xalqı əzirdilər. Yəqin ki, orada da bir toqquşma nə vaxtsa olacaqdır, amma ən əsas ciddi məsələ mələyi qaçırıb gətirmək olur. Şamxal böyük oğludur, Əşrəf kiçik oğludur. Əşrəf Qori müəllimlər seminariyasında oxuyur və məlum olur ki, bu Azərbaycanın gələcəkdəki azad düşüncəli, demokratik düşüncəli ziyalılarından biri olacaq oğuldur. Salatın Cahandar ağanın qızıdır, kiçik qızıdır, kiçik övladıdır. Daha doğrusu kiçik qızı deyəndə biraz yaxşı çıxmır ki, iki qızı var. Bir qızı var, amma övladlarının kiçiyidir. Şahnigar Cahandar ağanın bacısıdır. Mələk Cahandar ağanın ikinci arvadıdır. Allahyar mələyin birinci əridir. Molla Sadıq Göytəpə kəndinin mollasıdır. Pakizə onun qızıdır. Əşrəfin sevdiyi qızdır. Əşrəf də bu da Əşrəfi sevir. Əhməd poçt işçisidir. Burada bir məqama toxunum. Əsərdən hiss olunur ki, Salatın da Əhmədi sevməyə başlayıbdır. İçində ona qarşı bəzi hisslər var. Əhmədin də elə bil o hissləri, düz Əhmədin dilindən biz heç nə görmürük, amma nəysə bir şeylər hiss olunur. Aleksey Osipovich Çernyayevski bu tarixi şəxsiyyətdir. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin inspektorudur. Bu adam haqqında onu deyim ki, o adam Şamaxıda böyüyübdür. Demək, o vaxt rusların göçürdüyü əhalidən olubdur və Azərbaycan dilini, türk dilini çox yaxşı bilir. Dimitri Dimitrievich Semyonov Qori müəllimlər seminariyasının rəhbəridir. Peterburqdan gəlibdir. Bu adam Uşinskinin kürəkənidir. Bu da tarixi şəxsiyyətdir. Məşhur pedaqoq Uşinskinin kürəkənidir. Adam düzdür. Deyək ki, imperiyanın siyasətinin nəticəsində bölgələrdə məktəblər açılıb, insanları yerli halidən Sovet deyirəm, imperiyaya xidmət edəcək ziyalılar yetişdirmək məqsədi ilə açılmış olsa da, amma Semyonov həqiqətən düşünür ki, maarif, savadlılıq, təhsil bütün xalqlara lazımdır və Rus xalqı da öz işğalı altında olan xalqların təhsil savadlanması üçün əlindən gələni eləməlidir. Bunu bir Rus xalqının borcu hesab edir, Rus imperiyasının borcu hesab edir. Deyək ki, ciddi şəkildə maarifpərvər, demokratik düşüncəli bir adamdır. Sözsüz ki, imperialist düşüncələrdən də azad deyil. Çərkəz Gəmiçi Qoca var, onun oğludur. Gəmiçi Qoca sonradan onun qızını qaçıracaq Şamxal, Cürəsət, Çərkəzin bacısıdır, Şamxalın qaçırdığı qızdır. Bunlar əsas obrazlardır. İndi hadisələri mən istəyirəm məzmununa
sizdən tanış edeyim, Dəli Kür məzmunu ilə tanış edeyim. Əsərin birinci adından başlayaq. Kür dəli. Burada Dəli Kür əsəri adı ümumilikdə simvoldur. Dəli sözü burada epitetdir. Burada dəlilik sözünü bütün adamlara aid eləmək olar yaxşı mənada. Yəni, heç kəs burada çəkinmir, qorxmur, hərə öz inandığını müdafiə eləyir. Burada hamı əroğlu ərdir, kişioğlu kişidir. Bu əsər həm də deyirlər ki, İsmail Şıxlının Cəlil Məmmədquluzadənin Danabaş kəndinin əhvalatları əsərinə cavab olaraq əks mövqedən yazılmış bir əsərdir. Biz bilirik ki, Danabaş kəndinin əhvalatlarındakı obrazların hamısı çəkincən, qorxaq, deyək ki, qeyrətsiz, belə deyək, şəxsiyyətini qoruya bilməyən insanlardır. İstəyir Məmməd Həsən əmi olsun, istəyir Vəli olsun. Amma buradakı obrazların hamısı da bir dəlilik var. Yəni, yaxşı mənada dəlilik, yəni bir igidlik var. Heç kəs heç nədən çəkinmir, qorxmur. Öləndə də şərəfdən kişi kimi yaşayıb, kişi kimi ölürəm. Ölərəm, ölümümü də özüm seçərəm. Bu Cahandar ağanın sözü idi. O, deyək ki, Pristavın, ölkə idarəçilərinin idarə üsulu ilə razılaşmır. Ürəyində düşünür ki, mən istədiyim kimi yaşayaram. Lazım olsa da o cürdə ölər. Demək, Cahandar əsər belə başlayır ki, Cahandar ağa qonşu kənddən keçəndə bir Mələk adlı bir qadını görür. Əvvəldən də görmüş olur. Onun nəsə baxışlarından bir elektrik alır və ikinci dəfə görəndə mələyi qaçırır. Gətirir evə. Evdə çox böyük bir, heç qaçıranda düşünməmişdi ki, arvad nə deyər, bunun böyük uşaqları var, artıq oğlu qorum əlimlər. Seminarist oxuyur, ondan böyük oğlu var. Heç bunu düşünmədən, ağılsızcasına bir anlıq hisslərindən qapılaraq bir gənc qadını götürüb gəlir. Bu gənc qadın da deyim ki, Allah yarım bölüm dərsən 7-ci arvadı olur. Allah yarım da övladı olmurdu. Qadın üstünə qadın alırdı, qadın üstünə qadın alırdı. Bu qadın da çox, qız da çox qəşəng qız idi. Biraz bir artıq yaşı keçməyə başlayanda yetim uşaq olur bu da. Əmsinin himayəsində olur. Axır ki, bunu Allah yara verirlər və bunların uşaqları olmur və Allah yar övladı olmadıqca da bütün qadınlar incitdiyi kimi mələyin də incitmiş olur. Mələyin ağ gününü güyəskiyə pişmiş olur. Yəni, mələyin günü qaradır. Onun mələk sanki başını götürüb getməyə bir yer axtarır və bu Cahandar ağanı görən kimi, bu da yaşlı başlı kişi, təxminən 45 yaşlarında. Belə də Cahandar ağanın sanki onu götürüb qaçırmasına da belə içində bir sevincəklik yaşayır ki, bəlkə Allah yardım canım qutarsın. Və bu evinə gətirir Zərniqar xanım sözsüz ki, çox böyük dava-şava yaradır. Oğlunu Şamxalı mələyin üstünə qızışdırır, salır mələk də. Şamxal da mələyi istəyir evdən qovsun, qova bilməyəndə mələyi öldürmək üçün pəncərə əl atır. Bu anda Şamxal ata gəlir, çıxır, Cahandar ağa daha da çıxır deyəndə görür. Elə pəncərədən atəş açıb onun əlindəki xəncəri yerə salır və içəri keçir. Şamxala acıqlanır, amma Şamxal atasının üstünə coşyanda Cahandar ağa dözmür. Oğlunu, güclü adam idi Cahandar ağa, canlı adam idi. Oğlunu yıxır, Fəngin qundağı ilə sinəsinə vurur, yıxır və başlayır tapdalamaq. Bir təhər ölümünə başlayır döyüm. Cahandar ağa hissənir və ağıl başından çıxır. Bir təhər nökər, naib, mələk hamısı Şamxalı Cahandar ağanın əlindən alırlar. Şamxal evdən küsür gedir. Özünə gedir bir yerdə, atasının böyük torpaqları var idi. 7 kəndə ağı idi. Onun gedir bir yerdə özünə bir tam qurur və sonra da dostluq elədiyi, ünsiyyət elədiyi Çərkəzin bacısı Güləsəri adi bir gəmiçinin qızını qaçırdı, gətirir özünə yoldaş edir və bu qızın da Şamxaldan xoşu gəlirdi. Görünür Şamxalın ilə qızdan xoşu gəlirmiş. Onu gecənin birində nökərlərlə köməkləşib qaçır. Bundan çox pərt olur Cahandar ağa. Cahandar ağa deyir ki, sümüyümü tin sümüyünə cal. Yəni, onu kasıb təbəqəyə Cahandar ağanın, kasıb təbəqə deyəndə bu, lap axırıncı maddi baxımından bu qoca dənizçi çox çətin yaşayır da. Yəni, belə
bir qarnı ac, bir qarnı tox, gerçək mənada həyat yoldaşları dünyasında yaşayıb belə bir ömür sürür və bu Cahandar ağa da hətta barışığa onun qapısına gedə bilmir. Ki mən nə deyim, kimin qapısına gedirəm mən ki, barışıq eləyim. Ona görə bu üstəgəl hələ belə deyim, Cahandar ağa həm özünü sındırmır, öz mövqeyini deyək ki, öz səviyyəsini qorumağa çalışır, həm də belə deyək, digər tərəfi də zaten yaxşı başa düşür. Deyir ki, bədbəxt adam. Çünki o düşünür ki, barışığa heç kəs gəlməyəcək, belə çox. Bu yerdə deyim ki, Çərkəz, bu Şamxal Çərkəzin, bax, birinci evdən qaçanda Çərkəzin evinə gedir. Yəni, öz evlərindən qaçanda Çərkəz bilə gedir. Sonra qızı qaçırandan sonra Çərkəz özü də kişi kimi davranır. Yəni, az qala Şamxalı vurub öldürmüş. Yəni, o tüfəngi götürür, gəlir, məqsədi başqa idi. Şamxaldan dostluq eləyirdi, deyirdi ki, gedək bacım axtaraq tapaq və söhbət məqamında məlum olur ki, qız Şamxaldadır və Çərkəz heç bir tərəddüd eləmədən Şamxal atmaq istəyir. Yəni, sən necə olur ki, mən bacımı qaçırıb gətirirsən. Yəni, bunu heç kəs, yəni, Çərkəz özünə sığışdırmır. Demək istəyirəm ki, bu əsərdə hamı kişidir. Yəni, heç kəs, hamı ölümün üzünə dik baxa bilir. Şamxal burada təsadüfdən, yəni təsadüf deyəndə Şahnigar da onlarda olur Şamxalgildə, o özü də tüfəngi götürür, gəlir ki, bu cavanları ayırsın. Yəni, ona qədər zaten Şamxalı öldürməyə cəhd eləmişdi. Az qalmışdı ki, güllə Şamxala dəysin. Yəni, burada hamıda bir igidlik var, onu deyim. Yəni, hamıda bir kişilik, ərlik var. Sonra bir məsələni unutdum deməyə. Allahyar başına, demək, hələ Şamxal qızı qaçırmamışdan, Güləsəri qaçırmamışdan Allahyar öyrənir, bilir ki, buna xəbər gətirib deyirlər ki, bəs Cahandar ağa qızı qaçırıb, o da onun qızını vurur. Güllə atəş açır, amma belə məlum olur ki, vurur. O da onun su səhənginə dəyir, salatına heç nə olmur. Yəni, Allahyar intiqamını almaq üçün ilk buna cəhd edir, salatını vurmaq istəyir. Sonra demək ki, Şamxal qızı qaçırdır, Şahnigar, burada biz Şahnigarı ilk dəfə görürük. Şahnigar Şamxalgilə gəlir və elə qız qaçırılan kimi nökər deyir, nökərin adı yadımdan çıxdı. Nökərına deyir ki, və Şahnigarə deyir ki, bəs Şamxala qız qaçırdı. O da elə toyun dikində qız qaçırılan günün səhəri gəlir. Bu vaxtda salatın da qardaşından qalırdı, bunu da vurğulayım. Gəlir, çox cömert, mərd hərəkətlər edir. Bu deyən, gülən, həyat yoldaşı dünyasını dəyişmiş bir qadındır Şahnigar və ailənin, həyat yoldaşının olmağın çox dəyərli bir şey olduğunu, bir qadın həyatının mənası olduğunu da dilinə gətirir. Buradan Şahnigarın biraz cömert hərəkətlərini deyim, bütün boyundakı qızılını, gümüşünü, hər şeyini açır verir Güləsərə. Belindəki gümüş kəmərinə qədər açır Güləsərə verir. Yəni, burada bir qıyımcıllıq, dünya malından nəfs keçməməkini, belə deyək ki, onun dəyərini bilsən də, amma lazım olanda qıymağı bacardığını görürük biz burada Şahnigarın. Yəni, bu cür adamların hamısının hərəkətləri bizim nağıllarda umduğumuz kimidir. Yəni, mərd adamların həyatı var burada. İstəyir kasıb olsun, istəyir varlısı olsun, adamların mərdanə hərəkətlərini biz burada çox rahat görürük. Demək, dedik ki, Cahandar ağanın bu yuxarıdan aşağıya baxışını da biz burada görürük. Yuxarı təbəqənin nümayəndəsi olaraq aşağı təbəqəyə baxışını da görürük. Oğluna qarşı oğlunun, yəni bu qız qaçırmağına, kasıb təbəqədən qız qaçırmağına qarşı içində çox böyük bir dilxorçuluq, qanqaraçılıq olur. Və istəyir ki, gəlib oğlunu cəzalandırsın. Bunu da mələk qabağına alır və ürəyində də düşünür ki, yaxşı ki, qabağını aldı. Aha, indi Zayej adlı burada bir məntəqə var. Bu Zayej də tır yolu çəkənlər keçmişdə. Bu Zayeji onda tikiblər, adamlar burada qalırlarmış. Sonradan isə bu Zayej də atılıb gedirdi burada. Burada poşt məntəqəsi fəaliyyətini göstərir. Və biz burada Əhmədlə tanış oluruq. Hadisələr 1879-cu ildən qabaq.
Demək, Əhmədə camaat əvvəlcə Poçt Əhməd, sonra onun rus geyimli olduğunu görüb Rus Əhməd, sonra da deyəsən Uçitel Əhməd deyəcəkdilər. Zaten axırda biz görürük ki, Əhməd məktəb tikməyə də icazə alır, amma o vaxtı həbs olunur. 1879-cu ildən qabaq bir dəfə Əhmədlə Əşrəf, Əhməd burada çox qəribdir. Adamlar bununla qaynamır, qarışmır. Bunun geyiminin rus geyimli olduğunu gördükləri üçün ümumiyyətlə bunu özlərindən hesab eləmirlər. Adamların Əhmədə hörməti sonradan Pristavdan çəkişərkən olur. 1883-cü ildə demək, bileyim ki, Əşrəflə tanış olub dost olmaq epizodunu danışım. Əşrəf bir dəfə Zayejin yaxınlığında bir quşa güllə atır. Eyni vaxtda Əhməd də atmış olur. Əşrəf dediyim kimi Cahan Darağan balaca oldu. Bu vaxtlarda 13-14 yaşlarındadır. Belə bir yaşında 14-15. Və Əhməd ovu birinci Əhməd götürür. Əşrəf deyir ki, bu ovu mən vurmuşam. Biraz zarafatlaşır Əhməd onunla. Ki, mən vurmuşam, o deyir, mən vurmuşam, deyir, belə-belə mübahisə ilə. Sonra da Əşrəfdən xoşu gəlir Əhmədin, elə ilk baxışdan xoşu gəlir. Sonra bircə gedək görək sən həqiqətən dediyin kimi varsanmı deyib bir yerdə ova çıxırlar. Əşrəf, Əhməd zaten özü şərait yaradır ki, Əşrəf asan quşları, yəni asan, rahat vurula biləcək ovları Əşrəf vursun və bir çox heyvan vururlar, gətirirlər qırqol falan. Əhməd heç birini götürmür, deyir, zaten məndə bunu kim pişirəcək ki? Əşrəf gedir, anasına bu söhbəti danışır. Anası ona biraz acıqlanır ki, bu qədər heyvanları götürüb, yəni ovları götürüb gəlmirsən. Aş dəmləyir və ovda vurulmuş quşlardan və bir firniyat bulan o cümlədən aş göndərir Əşrəfdən Əhmədə. Əhməd də bundan çox məmnun olur, çoxdan da ev yeməyi yemirdi. Sonra biz görürük ki, Əhməd o vaxtı dekabristlərə böyük rəğbət olub, Peterburqda hökumətə qarşı mitinqlərdə, tətillərdə iştirak elədiyi üçün onu universitetdən qovublar. Atası da, anası da onun oxumamağından, bu cür dünya görüşə sahib olmasından inciyiblər, araları dəyib. Məlum olur ki, Əhmədlə atasının anası da aralarında bir küsü var. Bunu da biz Əşrəfə danışanda görürük. Bəli, aradan 4 il keçir. Aleksey Osipovich Çernyavski Əhmədin qonağı olur ki, bu o vaxt ki, Əşrəf artıq Qori müəllimlər seminariyasında oxuyur. Bu Çernyavski qayıdıb, deməli, Çernyavski haqqında dedim bayaq. Adam türk dilini bilir, adətlərini bilir. Çünki Şamaxıda böyüyübdür bu uşaq. Atası da onun faytonçusu olub, içinçi olub, ona buna işləyib pul qazanan da pul yerinə ailəsini keçindirən bir adam olubdur. Çernyavski Azərbaycanı gəzib, Qori müəllimlər seminariyasında açılacaq Azərbaycan şöbəsinə uşaq tapmaq üçün gəzib. İndi gecə təsadüfən artıq Tiflisə yaxınlaşır. Göytəpə bilirsiniz, Qazax ərazisidir. Gecə əslində həmin gün çatmaq istəyirlər, amma çata bilmirlər. Çernyavski faytonçuya deyir ki, bəs elə bu kənddə bu Zayejin binasını görürlər, burada qalaq, gecələyək. Gəlib qonaq olurlar və orada söhbət məqamında məlum olur ki, Əhməd, bunlar qiyabi bir-birlərini tanıyırlar. Əşrəfə görə, çünki Əşrəfə Əhməd yazmaq, pozmaq öyrətmişdi. Onu oxumağının səbəbi əslində Əhməd idi. Bunlar bir-birini tanıyırlar. Onda Çernyavski deyir ki, qalası oldu. Faytonçuya deyir ki, elə buradan da, çünki Əhməd zaten müəllimlik eləyirdi. Yəni uşaqlara yazı pozu öyrədirdi. Və biz burada Molla Sadıqdan da tanış oluruq. Məlum olur ki, Molla Sadıq Əhmədin dərs verməyindən çox narazıdır, cəmaatın gözünün açılmasından, dünyəvi elmlər öyrənməsindən çox narazıdır və Molla Sadığın özündə də din dərsi verir, din dərs dedikdə də yəni ərəb əlifbasını, Quran oxumağı öyrətmək istəyir, amma bunu da çox da bacarıqlı deyil. Sonra biz qoca dənizçinin dilindən görürük, o deyir ki, Allah sənin nəfsin ağırdır, uşaqlar səndən öyrənə bilmirlər. Yəni bu öyrənə bilmir və Molla Sadıqla bağlı burada bir məsələni də vurğulayaq. Molla Sadıq təzəlikcə mürid olubdur və bu müridlik də belədir ki, onun mənsub olduğu təriqətin adı yadıma düşəndə deyəcəm, bir təriqətə üzv olubdur, mürşidi, müridi olubdur. Ondan deyir, buna müəyyən maddi qazançlar gəlir, o şeyxin, pirin üstündən yığılan deyək
deyək ki, sədəqələrdən ona da pay gəlir. Adam Molla Sadıq buradan xeyir görübdür. Xeyir gördüyü üçün həmin təriqətin burada intişar eləməsinə, inkişaf eləməsinə ciddi şəkildə çalışır və sonralar Şahnicarın faciəsinin kökündə də bu dayanır. Demək, Azərbaycanda görünür 19-cu əsrdə bizə də gəlib çıxıbmış. Bu Türkiyədə zada yayğındır. Demək, elə təriqətlər var ki, insanlar orada rəqs edirlər. Və o təriqətlərdən biri gəlib çıxıbdır Azərbaycana, Vəs Göytəpəyə gəlib çıxıbdır və günlərin birində bu Molla Sadıq, hələ qoy burasını deyim, o tərəfə keçməmişdən. Demək ki, Molla Sadıq Çernyevski belə düşünür ki, cəmaatı yığmaq lazımdır, toplamaq lazımdır. Mən onlara oxumağın, təhsilin faydasından danışacağım və gedəndə də buradan da bir 4-5 uşaq götürüb aparacağım. Bunun üçün əvvəlcə gedirlər Molla Sadıqla görüşməyə. Düzdür, Əhməd deyir ki, olmaz, Molla Sadıq çox geri düşüncəli bir adamdır, o səni qəbul eləməyəcək. Çox çaşbaş bir vəziyyətə də düşürlər. Molla Sadığı gedib məsciddə tapırlar. Əvvəl elə bilir ki, bunlar gələn adam rusdur, Azərbaycanda danışdığını görəndə məəttəl qalır. Sonra nəhayət ki, biləndə ki, bu xristiyandır, məsciddən qovub çıxarır. Burada onun dərs demək üsuluna da bir toxunmaq var. Uşağın ayağını falaqqaya qoyubdur. Osmanı çırptırır. Çünki Osmanın sigaretin içinə barıt qoyubdur. Və biləndə ki, bu Çernyevski niyyəti nədir? Molla Sadıq bunu özünə ciddi təhlükə bilir. Səhəri günü ki, cəmaat meydana yığışır ki, Çernyevski danışsın, cəmaatı uşaqlarını oxumaq üçün götürüb aparsın. Burada çox ciddi bir problem yaranır. Heç Molla Sadıq belə məlum olur ki, gecədən ciddi şəkildə təbliğat aparıb, müridlərdən danışıb, tərəfdarları ilə ki, bu adam kafirdir, bu adamı sözünü eşitməmək lazımdır, o bizi dindən imandan çıxaracaq. Az qala, cəmaat Çernyevski ilə Əşrəfi deyirəm, Əhmədi öldürəcəkdi, araya Cahandar ağa girir, hətta havaya ateş açır, deyir, axmaqlamayın, bu adam mənim qonağımdır və sizlə qarşı könlünüzdə Sibir mi düşüb, cəmaatı bitər, geri qaytarır, Çernyevskinin rəngi ruhu qaçmışdı Əhmədində, çünki burada ölüm ola bilərdi. Və sonra da Cahandar ağa danlayır Əhmədi, deyir ki, adam bir iş tutanda bir məsləhətləşər, bir böyükdən. İstəyir Əhməd orada onun bir sözünü çörsün, amma biz Cahandar ağa yenə zəhmlə deyir ki, söz güləşdirən adamlardan xoşum gəlmir. Molla Sadığın, bax, Cahandar ağanın burada Molla Sadığa qarşı belə açıq dayanması, hətta o ilk dəfə meyxana düzəldəndə bu mənsub olduğu təriqətin təbliği ilə bağlı ilk görüşə Cahandar ağanı da çağırmışdı. Cahandar ağa bunlardan ağlı bir şey kəsmir. Elə ilk məclisdən çıxır gedir. Molla Sadıq deyir ki, hörmətsiz yersən qalıqlan, elə getdin qırayın çal. Aralan burada məndən. Elə oradan da Molla Sadıqdan bir daha pis düşmüş olurlar. Uşaq vaxtı Molla Sadıqdan Cahandar ağa məlum olur ki, yola getməyiblər. Molla Sadığın Cahandar ağaya qarşı içində böyük bir qəzəb var. Zaten ikisi də bir-birini bəyənmir, qəbul eləmir. Eyni şey, deməli, eyni şey dedikdə Molla Sadıq da bu Cahandar ağadan intiqam almaq üçün çalışır ki, Şahnicarı o meyxanaya aparsın. Belə məlum olur ki, bu meyxananın axırı çox dəhşətli, xarab olur. Çox pis qutarır. Mən bilmirəm onu nətər izah edeyim. Orada adamlar yeyirlər, içirlər, rəqs edirlər, ehtisaza gəlirlər, bihuş olana qədər. Və sonra bihuş olandan sonra da nə olur da onu nə yadsıdır o məsələyə çox ciddi şəkildə toxunmur, amma belə məlum olur ki, orada çox böyük biabırçılıqlar olur. Nə cürsə Cahandar ağa, nə cürsə deyəndə Cahandar ağa deyirəm, Molla Sadıq Şahnicara, Seyid Nicari, yadıma düşdü. Onun kitablarından çatdırmış olur. Güya bu yol Allaha xidmət eləməyin ən gözəl yoludur. Belə təbliğatlar aparır və bu bizim Şahnicar da məhz Allaha yaxşı xidmət eləmək üçün o yolu seçir. Yəni o təriqətə üzv olur. Və növbəti o təriqətin böyük nümayəndələrindən biri də Göytəpəyə gəlir, böyük meyxana məclisi düzəldiləcəkdi. Ora getməkdən özünü saxlaya bilmir. Halbuki Cahandar ağa ona demişdi ki, müridlərdən uzaq dur. Və həmin vaxtı bu meyxana olan günü heç demə Cahandar ağa şəhərə gedibmiş. Gələndə paypuş alır və mələyə deyir ki, Şahnicarın da payını göndər. Məlum olur ki, Zərnicar da azlıq edib, küsüb gedib də artıq oğlu ilə qalır. Salatın da gah oradadır, gah buradadır.
Və deyir ki, Zərnigarın da payını göndər, Şahnigarınkini tez göndər deyir. Şahnigarınkini tapdıqdan, tapdıq elə bil Cahandır ağanın işlər müdürü, nökərlərin başçısı. Adətən birinci, hər şeyi birinci ona buyurur. Tapdığı çağırır ki, mələk ki, apar onun payını ver. Tapdıq ehtiyatsızcasına deyir ki, bəs Şahnigar evdə yox. Axşamdır. Nətər yox deyir, meyxanaya gedir. Cahandır ağanın özü də həmin gün Cahandır ağanın əhvalı çox yaxşı idi, paymış alıb gəlmişdi. Çox rahat idi, hər şey gözəl idi. Biləndə ki, bacısı ora gedibdi, bilir ki, burada çox axmaq şeylər var. Silahını götürür, ta o məqamda gəlir ki, insanlar ehtizaza gəliblər, yıxılan o tərəfə şaltanın işıqlarını keçirdirlər filan. İnsanlar çalır, oynayır, o qədər çalıb oynayırlar ki, orada belə bihuş olmaq həddində. Bəlkə də nə bilim, hələ onların yeməklərinə də nəsə qatırlarmış, qatmırlarmış burasını. Bilmirəm. O məqamda gəlir ki, Molla Sadıq, belə deyim də, Şahnigarı qarşı olan pis niyyətini həyata keçirmək istəyən məqam. İşıq keçmiş olur. Elə bu məqamda ümumiyyətlə Şahnigar istəyirdi ki, çıxsın oraya, otaqdan ki, bu nə axmaq iş oldu, bura heç xoş olmadı bu vəziyyət burada. Elə bu məqamda Cahanlar ağa içəri girir. Cahanlar ağa Molla Sadığı öldürmək istəyir. İşığı yandırın deyir. Yadımdan çıxıb elə bir orada hətta güllə atır Cahanlar ağa ki, işığı yandırın. İşığı yandıranda məlum olur ki, Molla Sadıq o qonağı ki var, gəlib qaval kimi çalırdı, bir teşk götürüb çalırdı. Aradan çıxıblar və bacısını qatır qabağına, gətirir külün qırağına, orada bacısını öldürür. Bacısının onun sözünə baxmadığını, onun gəlib Molla Sadığın məclisində belə biabırçı bir vəziyyətə düşməyindən, hətta Şahnigar belə qardaşını, həm düzdür, sözsüz ki, bu qadın ölmək istəmir orada. Çox əsərin gözəlliyi oradadır ki, Şahnigarın keçirdiyi hissləri, Cahandarın ağanın keçirdiyi hissləri yazısı çox təbii şəkildə verir. Adam belə düşünür ki, bir qardaş bir bacısını öldürmək qüdrətində olsa, gücündə olsa, yəni bir kişinin ürəyindən bu şeylər keçər yalnız. Yəni o sözsüz ki, həm də bacısı üçün çox pis olur. Və bacısını öldürəndən sonra hönkür-hönkür ağlayır. Həm özünə sığışdıra bilmir ki, yəni bu təhqiri, bu aşağılığı. O Molla Sadığı da zaten ondan ötürü sonralar öldürmək istəyir ki, sən mənə sataşırsan. Amma eyni zamanda bacısını da bağışlaya bilmir. Bağışlaya bilməsə də hönkür-hönkür ağlayır. Bu yerdə onu deyim ki, biz sonra görürük ki, o Zərnicara sifariş göndərir. Məsələ belə çıxır ki, Zərnicar özünü öldürüb, intihar edib. Arvadını çağırır, arvadı başa düşür ki, iş məsələ ciddidir. Şahnigarın güllə ilə vurulub öldürüldüyünü bilsə də özü yuyur, kəfənləyir, cəmaata da kəfən açmağa, heç kəsə baxmağa icazə vermirlər. Şahnigarı beləcə dəfn edirlər. Zərnicar xanım özü də bir kişi yana, mərd bir qadındır. Cahanlar ağa onun üstünə bir qadın gətirilmiş olsa da bu sirri heç kəsə danışmır. Hətta oğlu Əşrəfə belə bölüşür. Əşrəf ondan soruşur ki, bibim necə öldü? Deyir Şabala, peşmanlıdır və intihar edir. Demir ki, atan öldürdü. Sonra buradan elə bu məsələdən sonra Şahnigar Adca öləndən bir müddət sonra Əşrəf Qoridən gəlir. Meşədən keçəndə məlum olur ki, bəs meşəni qoruq eləmək istəyiblərmiş, Qazaxlar onları həbs eləmək istəyir. Əşrəf əmsoğlu tapdıq Qazaxları tənk silah edirlər, əllərini, qollarını bağlayırlar, eşyələrini götürmürlər, gəlirlər demək binəyə. Deməli, bu o məqamdır ki, cəmaat şeydən qayıdır. Oktyabr ayı, sentyabr ayı. Cəmaat kəndə qayıdır, amma köç kəndə keçə bilməyibdir, köç kəndə keçəməyib. Çünki sel gəlibdir. Bu vaxtı elə 2 gün sonra Qazaxlar gəlirlər ki, bəs bu Əşrəfi bilirlər ki, o studentdir, Əşrəfi tutub aparsınlar. Burada Cahanlar ağa fənd tərəfəni bütün qadınları aralayır, kişilər, bunun tayfası Qazaxları mühasirəyə alırlar. Onlar Əşrəfdən belə çəkişəndə elə Əşrəfin student olacağını müəyyən edirlər özləri üçün ki, Cahanlar ağa onlara gəlir, başa salır ki, axmaqlamayın, burada cəzalanacaq adam varsa da
onu ə, özüm cəzalandıraram. Elə o düşüncədə olur. Sadəcə deyir ki, buradan siz adam apara bilməzsiniz. Burada mən ifadəni yazmışam. Candarma deyir ki, bizim sizə veriləsi adamımız yox. Kazaklar baxır, görür ki, mühasirədədirlər və sakitcənə uçub çıxıb gedirlər. Amma sözsüz ki, bunu unutmurlar. Sonradan onlar şeyə gəlirlər. Kəndə gəlirlər ki, Əhmədi həbs eləsinlər. Bu yerdə onu deyim ki, sonra Əhməd bu yerdə məlum olur ki, Əhməd Əşrəfə danışır ki, bəs Çernyavski gəlib getmişdi buradan. Mənə də məktəb açmağa icazə verib. Hətta istəyir ki, məktəbi də Cahandar ağa tiksin. Çünki kəndindən var adamı.